Məclisdə oturub yeyəndən sonra ixtilata başlayanda Peyğəmbər əleyhissalam yenə keçdiyi əsas məsələyə. Təbliğ barəsində danışdı, o qeyd etdi ki, Allah Teala mənimlə sizə, siz ərəblərə elə bir nemət göndərib ki, o bunu sizin nəsildən heç kəsə qismət eləməyib. Dedilər, nədir bu nemət? Dedi ki, mənə Peyğəmbərlik verilib. Allah Teala mənə əmr eləyib ki, mən insanları bu dinə çağırım. Və mən də sizi əmlərim olaraq ilk dəfə sizinlə bu barədə konuşmaq istədim, sizi bu məclisə dəvət elədim və siz əgər Allah yanında xoşbəxt olmaq istəyirsinizsə, axirətinizi qazanmaq istəyirsinizsə, qiyamət günü Allah Teala'nın huzurunda üzü ağ, alnı açıq şəkildə durmaq istəyirsinizsə, bu dini qəbul etməlisiniz. Bu Allah Teala'nın göndərdiyi dindir, tövhid dinidir və mən də onun Peyğəmbəriyəm. Yenə bunlar belə Peyğəmbərə təəccüblə baxırdılar və durub çıxıb getmək istəyirdilər. Bu anda o zaman yeniyetmə uşaq olan, 13-14 yaşında uşaq olan Həzrət Əli ayağa qalxıb dedi ki, Ya Rəsulallah, mən baxmayaraq ki, cavanam, çox gəncəm, yeniyetməyəm, hələ əlim, qolum, biləyim o qədər bərkiməyib mənim. Amma bu işdə mən sizə kömək eləyəcəyəm. Mən hər şeydən keçib bu işdə sizin xidmətinizdə dayanıb dediklərinizi yerinə yetirəcəyəm. Əmilər əlbəttə uşağa baxıb güldülər, çünki bu cür görkəmli adamlar bu haqda bir şey demədikləri halda bir 13 yaşında uşağın belə danışması bunlara qəribə gəldi və bir qədər də istehza ilə gülümsüyüb otağı tərk etdilər. Amma Peyğəmbər əleyhissalam əlbəttə heç də bu tənələrdə usanmadı. Peyğəmbər əleyhissalama belə bu cür mənasız söhbətlər, Əbu Ləhəb kimi adamın söhbətləri heç Peyğəmbərin heç necə deyərlər, keyfinə toxunmadı. Çünki onların hamısının səviyyəsini bilirdi və ona görə də bunlar tərk edib Peyğəmbəri getdilər. Amma Əbu Ləhəb haqqında Quran ayəsi nazil oldu. Bilirsiniz ki, Quranın surəsi var, xüsusi Təbbət surəsi və yaxud Əbu Ləhəb surəsi və orada elə ayə belə başlayır ki, Təbbət yədə Əbi Ləhəbin və təbb. Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Bax, belə bir nifrin gəldi ilahi dərgahdan.